Axşamınız xeyir olsun əziz müəllimlər. İndi biz ilk dərsimizə başlayırıq. Əzizlərim, bugün mən sizə ilk təlimimizi keçəcəm. Təlimimiz kurikulum nədir? Əlbəttə ki, kurikulum təlimin son məzmunu, qiymətləndirilməsi ilə bağlı özündə bütün məlumatları əks etdirən konseptual sənəddir. Nəyə görə biz konseptual sənəd deyirik? Konseptual nədir? Konseptual ənənə fərqlidir. Ənənəvi təhsildə biz hər kəsə eyni cürə yanaşırdıq, amma indi belə deyil. Konseptual deməli belə deyək ki, Lalə müəllimin ismi öz nöqteyi nəzərindən izah edir. Ayşə müəllimə fərqli. Yəni onlar fərqli yanaşırlar. Buna görə də deməli, kurikulum konseptualdır. Ənənəvidəki kimi bir planlaşma hazırlayıb bütün hər kəs o planlaşma ilə getməyəcək. Hər kəs özünə məxsusdur. Yenə deyirəm, Rəşad müəllim riyaziyyatı cütlərlə iş formasından istifadə edərək keçəcək. Əfqan müəllim isə qruplarla keçəcək. Amma yekunda təlim nəticəsi reallaşsın, fərqi yoxdur. Buna görə də ənənəvi təhsildə bilik formalaşırdı. Təhsil bilik yönümlü idi. Amma müasirdə isə bacarıq yönümlüdür. Biliyin bacarığa çevrilməsi bizə nə lazımdır? İsmin tərifini deyib, yəni bizə kvadrat tənliyini deyib, amma kvadrat tənliyi həll edə bilməyən şagird bizə nə lazımdır? Newtonun qanunu deyib, amma baxın bunu həll edə bilməyən bizə kimyada katalizator nədir? Onun tərifini deyib, amma bundan başı çıxmayan şagird bizə tarixi hadisənin neçənci ildə olduğunu deyib, amma bu tarixi hadisənin başlanma səbəbini izah edə bilmir. Bu bilik yönümlüdür. Yəni biz ənənəvidə bu bilik yönümlüdə şagirddə idi. Bunu hazır şəkildə əzbərçiliyə söykənən şəkildə edirdi. Amma indi isə bacarıqdır, tətbiqdir. Praktik cəhətdən öyrənir. Bizə ismi mənsubiyyətə dəyişən uşaq lazımdır. Feilli zamana şəxsə görə dəyişən uşaq lazımdır. Yoxsa nəyə lazımdır ki, feil nəyə deyilir, tərifi nədir? Hansı suallara cavab olur? Əlbəttə ki, bilik olmazsa bacarıq olmaz. Amma tək biliklə biz qane olmayacağıq. Çünki ənənəvidə kəmiyyət qiymətləndirməsi idi. Feilin tərifini bilənə də 5 verirdik. Amma indi ona 5 versək, bəlkə feili cümlədə tapa bilmir, o 5 nəyə lazımdır? Ona kəmiyyət qiymətləndirməsini, keyfiyyət qiymətləndirməsini keçmişik. Bacarıqlar formalaşdırılır. Hələ təkcə biliyin bacarığa çevrilməsi azmış kimi, həyati bacarıq da formalaşır. Yəni, şagird həyatda harda istifadə edəcək? Şagird həyatda harda öyrəndiyi məlumatları tətbiq edəcək? Yəni, burada artıq onun tənqidi düşüncəsi, yaradıcı düşüncəsi, məntiqi düşüncəsi, problem həll etmə bacarığının olması, qərar qəbul etmə bacarığının olması, bu dərslərimizdə bunu keçəcəyik, dərslərimizə etibar edirik. Kurikulumun şagird yönümlü olması, istedad və qabiliyyətin üzrə çıxarılması daha çox dəstək olur. Kurikulumların inklüzivliyə dəstək olması o deməkdir ki, yəni təlim ehtiyacları nəzərə alınır, təlimin bütün şagirdlər üçün əl çatanlığı nəzərə alınmasıdır. Yəni kurikulum məqsəd yönlü olması, biz nə məqsəd qoyuruqsa, o məqsədimizə doğru gedirik və nəticəmizi o məqsədimizə əsasən təyin edirik. Və kurikulumda günün tələblərinə cavab verir, müasir dövrün tələbləri ilə ayaqlaşır, dünya təhsili ilə ayaqlaşır və şagirdlərin bugünkü həyatı, sabahki həyatı və sabahla bugünün inteqrasiyası dünən necə idi, bugün necədir, sabah necə olacaq və bunları əlaqələndirir. Fərqliliklər ortaya çıxardır, yeniliklərə açıq olur, dünya təhsilinə açıq olur və kurikuluma açıqdır, çevikdir. Deməli, dəyişkəndir. Ənənəvidə yenə deyirəm, nəyi necə qoyurduqsa, qoyduğumuz kimlikdə qalırdı. Amma indi belə deyir, dəyişkəndir, hər şey dəyişkəndir. Yəni, hər kəs nəticə yönümlü riayət edərək dəyişə bilər. Yəni, kurikulum ardıcıllığı, əlaqəliliyi var. Yəni, hər şey ardıcıldır, əlaqəlidir, həyatla əlaqəlidir, fənlərlə əlaqəlidir, dünya təhsili ilə əlaqəlidir. Bu da ardıcıllıqdır, əlaqəlilikdir, çeviklikdir. Bugünün tələblərinə uyğundur.
sabahın tələblərinə uyğundur, inteqrativdir, şagird yönümlüdür, şəxsiyyət yönümlüdür. Yəni müasir şagirdin dünya görüşünü inkişaf etdirən bir həyati bacarıqlar formalaşdırandır. Bunların hamısı müasir kurikulumlarda öz əksini tapmışdır. Əziz müəllimlər, bugün sizə müasir dövrdə milli kurikulumun prinsiplərindən də danışacağam. Buna kurikulumun xüsusiyyətləri də deyilir, kurikulumun prinsipləri də deyilir. Yəni kurikulumun prinsipləri, kurikulumun xüsusiyyətləri. Yəni hər cür deyə bilərsiniz. Birinci şagird yönümlükdən danışaq. Baxın, burada bir yönüm var. Şagird yönüm. Şagird bilirsiniz, əlbəttə ki, şagirdir. Yönümdə bilirsiniz ki, istiqamətdir, düzdürmü? Deməli, nə var? Burada nə biləcək, nə öyrənəcəksə şagird, bu hamısı hardan öyrənəcək? Şagirdə yönələcək. Şagirdə yönəlməsi nədir? Şagirdin istedad və qabiliyyətinin üzə çıxarılması, potensial gücünün inkişafına xidmət etməsidir. Məsələn, mən şagirdə nə yönəldə bilərəm? Məsəl üçün, bir şagirdə deyirəm ki, bu riyaziyyatı öyrənir, gələcəkdə necə bir insan olacaq ki? Məsəl üçün, biz bunu riyaziyyata yönləndirməliyik. İdmana marağı varsa, idmana yönləndirməliyik. Baxıram ki, əl qabiliyyəti olan şagird var, bunu biz niyə əl işləri ilə bağlı sərgi təşkil etməyək? Bu, şagirdin istedad və qabiliyyəti var, bunu niyə üzə çıxartmayaq? Deməli, istedad və qabiliyyətin üzə çıxarılması, potensial gücünün inkişafın üzə çıxarırsa müəllim, bu şagird yönümlülük gözlənilir. Yox, üzə çıxmırsa, deməli, şagird yönümlülük pozulur. Ona görə də deməli, şagirdin istedad və qabiliyyətinin üzə çıxarılması, potensial gücünün inkişafına xidmət edir. Şagird yönümlülük. Kurikulumun prinsiplərindən biri də şəxsiyyət yönümlülükdür. Baxın, burada yenə şəxsiyyət yönümlü, şəxsiyyətə yönəlir. Burada şəxsiyyətdən söhbət gedəndə bu demək deyil ki, bəzən deyirlər ki, filan kəs boylu buxunlu bir şəxsiyyətdir. Boylu buxunlu şəxsiyyətin bir qram ağlı yoxdursa, bu şəxsiyyət demək deyil. Yəni, boylu buxunludur, amma müharibədən qaçıb gizlənirsə, vətənə layiqli insan deyilsə, yalandan bəhanələr uydurub vətəni qorumağa getmirsə, bu şəxsiyyət deyil. Nə olsun ki, boy-buxun var? Biz ona şəxsiyyət demirik. Şəxsiyyət yönlü kimə deyirik? O adamın idraki bacarığı var, ünsiyyət bacarığı var, psixomotor bacarığı var və milli bəşəri dəyərləri var. Yəni, o dəyərləri özündə cəmləşdirirsə, buna deyirik şəxsiyyət. Bu nəyə görə idraki ünsiyyət bacarığı? Axı, tutaq ki, məktəbli şagirddir. Məktəbli şagird mühəribə getməyəcək, döyüşə getməyəcək, əskər olmayacaq. Deməli, biz onda nəyi formalaşdıracağıq? İdraki bacarığı. İdraki bacarıq nədir? Məktəbdə formalaşdırılan, bütün fənlər üzrə olan bütün bacarıqların hamısı idraki, ünsiyyət, psixomotor bacarıqlardır. Yəni, riyaziyyatdan müqayisə eləyəcək, bunun idraki bacarığıdır. Sonra Azərbaycan dilindən fonetik təhlil edəcək, onun şəxsiyyət yönlüdür. Kimyadan reaksiya yerinə yetirəcək, bu onun şəxsiyyət yönlüdür. Biologiyadan bitkilər haqqında danışacaq, bu onun ünsiyyət bacarığıdır. Yəni, şərh bildirməsidir, yəni şəxsiyyət yönümlülükdür. Tarixdən bir müharibə haqqında fikir bildirəcək, bu da şəxsiyyət yönümlülükdür. Və yaxud da idman dərsində idman edəcək psixomotor bacarıqlardır. Bu bir şəxsiyyət yönümlülükdür. Musiqi dərsinə rəqs edəcək, mahnı oxuyacaq, təsvir incəsənət dərsinə rəsm çəkəcək. Deməli, ümumi təhsil pilləsində şagirdlərdə formalaşdırılan bütün idraki, ünsiyyət, bütün fənlər üzrə idraki, ünsiyyət, psixomotor bacarıqlarının hamısı şəxsiyyət yönümlülüyə xidmət edir. Əziz müəllimlər, siz sual verəndə şagird rəsm çəkir, kurikulumun hansı prinsipidir? Şəxsiyyət yönümlülük. Şagird fonetik təhlil edir. Şagird hansıdır? Şəxsiyyət yönümlülük. Müharibə haqqında fikir bildirir. Şəxsiyyət yönümlülük yəqin ki, artıq fikrim sizə aydın oldu. İdraki, ünsiyyət və psixomotor bacarıqları və milli bəşəri dəyərlər. Tutaq ki, şəhidlərimiz haqqında danışır, dövlət rəmzlərimiz haqqında danışır, bizim milli bəşəri dəyərlərimiz məktəbimizdə qazi ailələrə görüş keçirilir, şəhid ailələrlə görüş keçirilir. Deməli, məsəl üçün, əskərimiz su qovşanı 3 rəngli bayrağını
bayrağımızı qaldırdı. Yəni bunların hamısı milli bəşəri dəyərimizdir. Yəni bu da olacaq şəxsiyyət yönümlülük. Yəni milli bəşəri dəyərlər də şəxs yönümlülüyə aiddir. Yəqin ki, şəxsiyyət yönümlülüyü də tam şəkildə anlaya bildiniz. Deməli, kurikulum prinsiplərindən biri də nəticə yönümlülük olacaq. Baxın, nəticə yönüm, yenə də yönüm var, yön sözü var, nəticəyə yönəlir. Yəni, nəticəyə yönəlmiş, yəni nəticəmizə çatmaq istəyirik, amma necə? Ənənəvidə keçirdik, öyrədirdik, sonunda nəticəyə çatırdıq. Onda da ya çata, ya çatmaya. Yəni, gedib sonra nəticəyə çatmaq hara? Amma indi necə edirik? İndi nəticə mənim əlimdədir. Ona çatmağa yol axtarıram. Artıq mənim əlimdədir. Mən onun necə çatacağam, bu mənim strategiyam olacaq, əziz müəllimlər. Baxın, biri var məsələn, mən evdən çıxmaq istəyirəm, gedim özümə hansısa bir çanta almağa. Deyirəm, gedim özümə bu günlərim hardansa bir çanta alacağam, amma bilmirəm hansı mağazadan alacağam. Gedirəm, gəzirəm, baxıram, vaxtım gedir. O mağaza, bu mağaza, hər yeri gəzirəm. Amma bir də var ki, mən evdən, internetdən kimdənsə soruşuram, mağazanı tapıram, çantanı da bilirəm və nəticə əlimdədir. Mənə nəticə çantadır, düzdürmü? Əlimdə də artıq birbaşa gedirəm. Artıq birbaşa gedirəm, vaxt itkisi yox, əziyyət çəkmək yox. Birbaşa getdim, çantanı götürdüm, pulunu verdim, aldım. Baxın, eynən təhsildə də belədir. Nəticəm, standart mənim əlimdədir. Artıq sonda şagird nə qazanacaq bilirəm və o qazanacağı əlimdədir. İndi onu ona qazandırmaq üçün yol axtarıram. Necə ki, gedib o çantanı almaq üçün istəsəm piyada gedərəm, istəsəm maşınla gedərəm. Eləcə də bu nəticə də belədir. İstəsəm onu qrup işi ilə eləyərəm, istəsəm fərdi iş forması ilə, istəsəm cütlə, istəsəm sual cavabla, istəsəm ziqzaqla, istəsəm Venn diaqramı ilə. Yəni bu metodlar hər birisi mənim özümdən asılıdır. Yəni nəticə əlimdədir. Sonda nə əldə edəcək şagird? Ona çatmaq üçün yol axtaracaq. O mənim strategiyam olacaq. Deməli, nəticə yönümlülük nədir? Sonda əldə olunan nailiyyətin, nəticənin öncədən əlimizdə olması. Yəni nəticə formasında əlimizdə olmasıdır. Deməli, bu nəticə yönümlülük olacaq. Kurikulumun nəticə yönümlülüyü nə zaman pozula bilər müəllimlər? Kurikulumun nəticə yönümlülüyü o zaman pozula bilər ki, deməli, müəllim planlaşdırmasını hazırlamadan sinifə girir, bilmir axı nəyə reallaşdıracaq, planı yox, standartı seçməyib, mövzu seçməyib, təlim nəticələri müəyyən eləməyib, hansı iş formasından istifadə edəcək, hansı iş üsulundan istifadə edəcək, hansı resurslardan istifadə edəcək, proyektorla mı, yoxsa bu gün hərf öyrədir, evdən alma armud gətirəcək, deyəcək ki, alma A hərfi ilə başlayır. Yəni bunları öncədən fikirləşəcək ki, bunu mən əyani əşyalar üzərində eləyəcəm, ya necə edəcəm? Yoxsa elektron resurslardan istifadə edəcəm. Yəni mən nəticəmə necə çatacağam? Bu mənim strategiyamdır. Deməli, nəticə yönümlülük nədir? Sonunda əldə olunan nailiyyətin öncədən nəticə formasında əlimizdə olmasıdır. Hələ bitməyib dərs. Yox. Yox, bitməyib hələ də. Aha. Deməli, əziz müəllimlər, davam edirik. Deməli, kurikulumun prinsiplərini izah edirəm. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük. Deməli, kurikulumun 4-cü prinsipi inteqrativlikdir. Ümumiyyətlə, inteqrativlik sözünün mənası nədir? İnteqrasiya, dünyanın tam olması, dünyanın bölünməz olmasını şagird beynində canlanmasıdır. Yəni, dünya tamdır, dünya bölünməzdir. Bu deməkdir ki, bütün elmlər bir-biri ilə əlaqəlidir. Yəni, bütün elmlər həyatla da əlaqəlidir. Deməli, bu inteqrativlik adlanır, inteqrasiya adlanır, dünya tamdır. Əgər biz həyata baxsaq, baxarıq ki, aldığımız hava, udduğumuz hava kimi, yəni baxdığımız ağaclar, quşlar, biologiya, təbiət deyilmi? Hündür göydələnlər,
Deməli, texnologiyanın inkişafı deyilmi? Bütün həyat elə inteqrasiyadır. Bütün elmlər, bütün fənlər bir-biri ilə əlaqədardır. Ona görə də bütün fənlərin bir-biri ilə əlaqəli olması əlbəttə ki, şagird üçün daha öyrədici olur, dərsin nəticə yönümlü olmasına gətirib çıxardır, təhsilin daha yadda qalan olmasına gətirib çıxardır. Ona görə də inteqrasiya əlaqə deməkdir. Fənlərin bir-biri ilə əlaqəsi və həyatla əlaqəsi bunu ayrıca bir mövzu kimi keçəcək. İnteqrasiyanın növlərini, yəni bunu ayrıca keçəcək. Məsələn, belə bir misal deyək ki, tarix müəllimi tutaq ki, Vətən müharibəsi haqqında dərs keçir və şagirdlərə Vətən haqqında mahnı oxudur. Deməli, bu deməkdir ki, tarixlə musiqinin inteqrasiyası və Azərbaycan dili müəllimi tutaq ki, dərs keçir. Məsələn, orada məsələn deyir ki, Nəbinin dostları mövzusunun, Nəbinin mövzusu var ki, ibtidai sinifdə Nəbinin dostları söz birləşməsində qalın saitlərlə incə saitlərinin sayını tap. Yəni buradakı riyaziyyatla əlaqələndirə bilər. Məsəl üçün riyaziyyat müəllimi kvadratın perimetri mövzusunu keçirsə, uşaqlar kvadratın perimetri məsələn ismi birləşmədir yoxsa fe'li birləşmədir. Riyaziyyatla Azərbaycan dili inteqrasiyası kimi götürülə bilərik. Yəni bir mövzunu şagird müxtəlif fənlərə əsasən öyrənsə, bu daha yaxşı yadda qalacaq. Nəinki bir fəndən öyrənsin. Məsələn, mahnı tərəfi yadından çıxaq, rəsm tərəfi yadında qalacaq, tarix tərəfi yadından çıxsa, musiqi tərəfi yadına düşəcək. Yəni, burada şagird üçün daha əlçatan, daha yadda qalan olmasıdır. Deməli, kurikulumun prinsiplərindən birisi inteqrativlik idi. Deməli, kurikulumun prinsiplərindən bir digəri tələb yönümlülükdür. Baxın, tələb yönümlülük, yəni tələblərə yönəlir. Bəs müasir tələblər nədir? Baxın, müasir tələblər müəllimin savadlı olması, müəllimin intellektual biri olması, müəllim cəmiyyətdə nüfuzlu olması, yəni müasir tələblər müəllimin texnologiyalardan düzgün istifadə etməyi bacarması, yeni metodlardan dərslərin keçməsi, daim axtarışda olması, axtarışda olub öyrəndiklərini şagirdləri ilə bölüşməsi, paylaşması. Bir müəllim gedib sertifikasiya imtahanından ən yüksək bal yığır, amma şagirdə düzgün işləmirsə, tələb yönümlü müəllim deyil. Ancaq o maddiyyatını güdür ki, mən 35% artıma düşdüm. Amma bir müəllim öyrəndiklərini paylaşırsa, bəli, yeni metodlar şagirdlərə paylaşırsa, onun şagirdləri öyrənirsə, çatdırırsa, tələb yönümlülük budur. Yəni dövrün, zamanın, cəmiyyətin dəyişən ehtiyac və tələblərini nəzərə alacaq. İllər öncə hansısa bir şagird bilirdi, kompüteri hansı müəllim proyektorla dərs keçirdi illər öncə. Çünki o dövr onu tələb etmirdi. Amma bu dövrdə bir müəllim deyə bilməz ki, mən Teams-lə dərs keçə bilmirəm. Mən elektron jurnallar olacaq indi. Yəni bunu deyə bilməz ki, mən istifadə etmirəm, istifadə etmək istəmirəm. Deməli ona görə də dövrün, zamanın dəyişən ehtiyac və tələblərinin nəzərə alınması, müəllimin daim yeniliklərə açıq olması bu tələb yönümlülükdür. Yəni dövrün, zamanın tələblərini tətbiq etməlidir. Kurikulumun sonuncu prinsipi olacaq qiymətləndirmə standartı. Deməli, qiymətləndirmə standartı nədir? Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, nailiyyətə qoyulan dövlət tələbidir. Biz şagirdə necə qiymət veririk? Şagirdin nailiyyətinə, yəni əldə etdiyi nailiyyətinə qiymət veririk. Onda o bacarıq ki, formalaşır, biliyə vermirik. Artıq bacarıq onun nailiyyətidir. Bilin onun nailiyyəti deyil. Bilik hafizədir. Sadəcə olaraq öyrənir. Amma onu praktik şəkildə əməl edirsə, artıq bu onun nailiyyətidir. Deməli, nailiyyətə qiymət veririk, artıq biliyə deyil. Deməli, qiymətləndirmə standartı təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, məzmun standartını keçəndə
Deyəcəm, onu keçəndə deyəcək. İndi demək qarışdırırlar. Deməli, qiymətləndirmə standartı bacarıqlara əsaslanan standartdır. Yəni şagirdin bacarığını dəyərləndirir, bacarığını yoxlayır və qiymətləndirmə standartları 4 səviyyədə müəyyənləşdirilmişdir. Deməli, birinci asan, ikinci asan orta, üçüncü çətin orta, bir də ən çətin dördüncü səviyyə istedadların səviyyəsi, yəni ulduz şagirdlərin deyək ki, bunu faizlər üzrə də bölürlər. 20% birinci səviyyədir, 30% ikinci səviyyə, 33-cü səviyyə, 20 də dördüncü, 20, 30, 30, 20. Elə 4 səviyyə üzrə, yəni bunu bəzən ikinci və üçüncü səviyyəni birləşdirir bəziləri. Yəni 20, 60, 20 edirlər, 20, 60, 20 edirlər. Bəzən belə də olur. Ona görə də deməli qiymətləndirmə standartı nailiyyətə əsaslanır, şagirdin bacarığına əsaslanır, 4 səviyyədə aparılır. Əgər müəllim tapşırıqların hamını asan eləyəcəksə, yenə də qiymətləndirmə standartı pozulur. Əgər onda istedadlı şagirdlər yerində sayacaq. Məsəl üçün, siniflərdə olur ki, yaxşı oxuyan şagirdlər hər şeyi bilir. Elə şagirdlərə necə sadə verə bilərik ki, axı sadə də verməyə bilərik. Orada zəif şagirdlər də olur. İstedadlı şagirdlər üçün, həm zəif şagirdlər üçün bunları nəzərə almaq lazımdır. Deməli, istedada görə ən yüksək verirsən, onda zəiflər kənarda qalacaq, həll edə bilməyəcəklər. Bunun üçün nə edəcək? 4 səviyyədə verəcək. Qiymətləndirməni biz 4 səviyyə etməliyik. Diferensial şəkildə, diferensial təlimdə deyəcək bunu. Yəni 4 səviyyədə asan, asan orta, çətin orta və çətin. Dəyərli müəllimlər, əziz müəllimlər, deməli, bugün sizə müasir kurikulumun prinsiplərindən danışdım. Burada şagird yönümlülük şagirdin istedad və qabiliyyətin üzə çıxarılmasıdır. Potensial gücünün inkişafına xidmət edir. Şəxsiyyət yönümlülük idraki ünsiyyət psixomotor bacarıqları, milli bəşəri dəyərləri formalaşdırır. Nəticə yönümlülük sonda əldə olunan nailiyyəti nəticəni öncədən əvvələ gətirilməsidir. İntegrativlik, dünyanın tam olması, şagird beynində canlandırması, fənləri bir-birlə əlaqədardır, fənlər həyatla əlaqədardır, tələb yönümlülük, dövrün zamanın dəyişən ehtiyac və tələbləri nəzərə alınmasıdır. Müəllimin daima özlərində işlənməsi, qiymətləndirmə standartı təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Bizim bugünkü izahımız bu qədər. Əziz müəllimlər, deməli ödənişsiz dərslərimdə iştirak etmək istəyirsinizsə, qruplarınızı izləyin, zaman-zaman linklər göndəriləndə qoşula bilərsiniz. Deməli, mövzuları Time kitabından keçəcək. Time kitabından, vəsaitindən və Time test toplusundan. Deməli, mən hazırda verdiyim izahı kaydını da göndərəcəm. Ekran kaydını da göndərəcəm sizə. Və sonra sizə xüsusi olaraq həm Time kitabından testlər verəcəm və həmçinin həmin testlərin izahlarını da göndərəcəm sizə. Xüsusilə başqa ayrı testlərimiz də olacaq. İstəyirsinizsə buyura bilərsiniz, qoşula bilərsiniz. Yəni mən əgər ki 3 qrupum ödənişli olursa, onun 4-cü qrupu yığılanda ödənişsiz şəkildə təşkil edirəm. Xanımlarımıza dəstək üçün MİQə sertifikasiyaya hazırlaşan müəllimlər üçün.